Saçın qoxusundan da hətta kişi boşala bilər. Elə qrup dərmanlar mövcuddur ki, ereksiya çox təsir eləmir, ancaq vaxtını uzadır. Dəqiqə aralığında və hansı müddət aralığında boşalma olduqda, eyakulyasiya olduqda bu erkən boşalma kimi xarakterizə olunur. Mən əvvəl 3 dəfə ola bilirdim, müəyyən saatda, müəyyən zamanda. Sadəcə indi bir dəfə olur. Çox masturbasiya etmək penis damarlarına hansısa bir zədələnməsinə gətirib çıxara bilərmi ki, bu da nəticə etibarilə sonuç olaraq sərtləşmə probleminə gətirib çıxartsın? Cinsi əlaqə özü baş tutmaya bilər, həm sonsuzluğun səbəbi kimi qeyd oluna bilər. Tez boşalma özü spermaya heç bir təsir eləmir. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı uroloq-androloq Cavid Aşırovdur. Salam Cavid doktor. Salam aleyküm. Necəsiz? Çox sağ olun, siz necəsiz? Çox sağ olun. Necə gedir işlər? Çox sağ olun. Çox təşəkkürlər sizə. Məni dəvət eləmisiniz. Çox aktual mövzuları mənə söylədiniz sizlə danışmağa. Buyurun. Doktor, günümüzdə erkən boşalma halları ilə də düşünürəm ki, pasientlərimiz yanımıza çox yaxınlaşır. Ən aktual məsələlərdən biridir. İlk olaraq bu erkən boşalma haqqında onu soruşmaq istəyirəm ki, ümumiyyətlə hansı dəqiqə aralığında və hansı müddət aralığında boşalma olduqda, eyakulyasiya olduqda bu erkən boşalma kimi xarakterizə olunur və erkən boşalmanın hansı səbəbləri var? Bəli, cinsi problemlərin içində kişilərdə tez boşalma çox faiz tutur. Erektil disfunksiya birinci yerdədir, tez boşalma ikinci yerdədir. Cinsi fəaliyyətin digər zəiflənmə prosesləri daha az hallarda qeyd olunur. Boşalmanın qızıl standartı yoxdur var baxımından. Ancaq belə qəbul olunub ki, bir dəqiqədən tez boşalanda bu əsl tez boşalma sayılır. Burada hətta saniyələrlə bu proses baş verə bilər. Bu çox ciddi problemdir. Burada həm cinsi əlaqə özü baş tutmaya bilər, həm sonsuzluğun səbəbi kimi qeyd oluna bilər. Ancaq bir dəqiqədən üstün cinsi akt baş verirsə, bu artıq həm özündən, kişinin özündən, həm də digər tərəfindən partnyordan asılı olan vəziyyətdir. Kişiyə ortalama 3-4 dəqiqə də bəs eləyə bilər. Əgər partnyora bu vaxt qane edilirsə, bunlar heç müraciət eləməyəcəklər. Ancaq çox vaxtı əlbəttə ki, kişilər həm partnyor daha uzun müddət cinsi əlaqədə olmaq istəyirlər və artıq bunun səbəbləri araşdırılmalıdır. Səbəblərdən biri gec-gec cinsi əlaqə. Əgər kişidə uzun müddət əlaqə olmayıb, hətta bir masturbasiya da olmayıb, bu proses çox tez baş verə bilər. İkinci vəziyyət kişinin psixoloji durumu, sinir sistemin gərginliyi, temperament özü, ehtiraz zamanı onun vəziyyəti, çox ehtiraz olan kişilərdə həssaslıq, hətta saçın qoxusundan da hətta kişi boşala bilər. Digər səbəb penisin reseptorları, baş hissəsində cinsi üzvündə reseptorlar çoxdur və onlar həm çox həssas ola bilər, həm yaşla da həssaslıq dəyişə bilər, səbəblərdən biridir. Axırıncı səbəb kimi də prostatda müəyyən gərginlik, müəyyən iltihablı proseslər, hətta infeksiyalarda təsir eləyə bilər. Düzdür, bu səbəblər həm tək-tək də ola bilər, həm bir neçəsi bir yerdə olanda bu vaxtın daha tez də baş verə bilir. Burada penisin həssaslığı məqamını vurğuladınız. Ümumiyyətlə tibbdə elə bir çıxış yolları var ki, elə bir terapiyalar və yaxud da elə bir hansısa bir kremlər, mazlar mövcuddurmu ki, o penisin həssaslığını azaltsın? İlkin olaraq bu problemlərlə müraciət edən kişilərdə tam diaqnostika və əsas diaqnostika nədən ibarətdir? Danışmadan asılıdır. Həm zövqlərini, həm seksual rejimini, hamısını soruşmaq lazımdır. Əgər biz anatomik, orqanik vəziyyətləri tam inkar elədik və kişi söyləyir ki, o özünü tanıyandan təxminən bu proses həmişə çox tezdir, çox güman ki, ya burada sinirlərlə bağlıdır, ya da penisin reseptorlarına bağlıdır. Əlbəttə ki, burada müəyyən tibbi vasitələr də var, yerli vasitələr də var, lidokain tərkibli spreylər,
hətta prezervativlərin içində də bunları qata bilirlər. Prezervativ özü istifadə edəndə ya da bir neçəsi istifadə edəndə o da baryer yaradır və həssaslıq azalır. Digər tərəfdən, əgər burada daha çox emosionallıq, daha çox ümumi sinir sistemi ilə bağlı vəziyyətdirsə, müəyyən qrup antidepressan dərmanlar, düzdür, antidepressan dərmanlar həm cinsi fəaliyyətə, ereksiyaya bir az azalma verə bilər, pis təsir edə bilər. Sadəcə elə qrup dərmanlar mövcuddur ki, ereksiya çox təsir eləmir, ancaq vaxtını uzadır. Sadəcə vurğulamaq lazımdır ki, bu dərmanlar ömürlük effekt vermir. Bu pasiyentə şans veririk. Bu dərmanları istifadə edəndə həm cinsi əlaqələri daha tezləşdirir, həm öz fikirləri təmzinləyir. Məsəl üçün, seks terapiya deyilən bir şeylər fikirlər yayılmaqla, başqa mövzudan biraz uzaqlaşdırmaq öz temperamentini. Digər tərəfdən, müəyyən taktikalar cinsi əlaqə zamanı start-stop, pozaları tez-tez dəyişmək, sürətini təbii dəyişmək lazımdır, təmzinləmək lazımdır. Ona görə ki, bir cinsi akt 25 friksiya bu cinsi hərəkətlər ibarət ola bilər, onları uzatmaq da olar. Üsullar çoxdur. Burada mən demirəm, hipnozoterapiya da əslində yazılıb, sadəcə ona heç kəs real praktikada getmir. Sıxmaq taktikası var, müəyyən otaqda şərait, fikirlər yayılan şəraitlər yaradırlar. Hərəsi özü üçün öz təsir edən bir neçə metodu tapır və onlarla ömür boyu istifadə edir. Bəs bu sadaladığınız, məsələn, start-stop taktikası olsun və yaxud da digər texnikalar, yəni artıq cinsi aktın tərkibində olan bu insanların özünün idarə elədiyi psixoloji faktorların hansısa bir cinsi funksiyalara və yaxud da prostata ola bilər və yaxud da ümumi sperma keyfiyyətinə ola bilər, hər hansısa bir mənfi təsiri varmı? Əgər pasiyent cinsi əlaqəni başlayıb və eyakulyasiya kimi özünü çatdırmayıbsa, əlbəttə ki, o prostat üçün xoşa gəlməz bir haldır. Burada həm prostatit baş verə bilər, həm haylarda müəyyən ağrılar, gərginlik baş verə bilər. Əlbəttə ki, uzun müddət belə bir hallar təkrarlansa, spermanın keyfiyyətinə də təsir edə bilər. Ancaq tez boşalma özü spermaya heç bir təsir eləmir. Əgər pasiyent müəyyən taktikaları istifadə edəndə, lidokain vasitələri, prezervativdən istifadə edəndə eyakulyasiya vaxtını uzada bilibsə, artıq burada əməliyyat müalicəsinə də keçə bilirik. Denervasiya deyilən metoddur. Bunu biz ən son etap kimi istifadə edirik. Sadəcə əgər pasiyent özünü bir dəqiqədən çox heç bir vasitəsiz idarə edə bilmir, axırda lidokaindən, prezervativlərdən effekt görürsə, denervasiyanı seçir. Bu effekt artıq daimi qalır. Doktor, keçid alaq digər ən aktual mövzulardan biri olan erektil disfunksiya məsələsinə, yəni sərtləşmə probleminə. Erektil disfunksiyanın ümumiyyətlə əsas səbəbləri kimi hansı səbəblər, istər fizioloji olaraq, istər psixoloji olaraq hansı səbəbləri vardır və bunları necə müəyyən edirsiniz ki, bu problem həqiqətən də, sərtləşmə problemi həqiqətən də fizioloji hansısa bir problemi irəli gəlir, yoxsa psixoloji? Çünki bildiyim qədərilə müəyyən qədər stres, depressiya, həyat keyfiyyətinin aşağı olması və yaxud da cinsi münasibətdən öncə müəyyən qayğılar psixoloji olaraq həmin prosedura girməməyə, cinsi münasibətin uğurlu olmamasına və erektil disfunksiyaya gətirib çıxara bilir. Həmçinin pasiyentlər necə başa düşə bilərlər ki, yəni ilkin əsas erkən əlamətləri nədir bu xəstəliyin, hansı simptomlarla özünü biruzə verir? İlk olaraq erektil disfunksiyanın nə olduğunu bilmək lazımdır. Onun normasını, onun patologiyasını insan dəyərləndirməlidir. Çox vaxtı müraciət zamanı söyləyirlər ki, mən əvvəl 3 dəfə ola bilirdim, müəyyən saatda, müəyyən zamanda, sadəcə indi bir dəfə olur və ikinci, məsəl üçün, aktın bərpası müddəti uzanır. Bütün tibbi ədəbiyyat erektil disfunksiyanın kişinin cinsi əlaqəyə girə bilməməyə ya da axıra kimi çatıra bilməməyə deyilir. İkinci, üçüncü çox individualdır və onlara axırda əlavə toxuna bilərik. Səbəblər, bəli, fizioloji və psixoloji ola bilər. Orqanik və psixoloji. Onların ən sadə diferensiyası tez ya gec başlanma ilə bilə bilərik. Əgər bu proses dərhal baş verib, müəyyən bir hadisədən, müəyyən bir güclü stressdən ya da partnyorla
müəyyən bir problem yaşayandan sonra ilk günlərdə baş veribsə, bu daha çox psixolojidir. Əgər bu insanda uzun müddət yavaş-yavaş ereksiya, sərtləşmədə azalmalar baş verirdi, yavaş-yavaş bunu izləyirdi, sadəcə kompensasiya ilə hələ ki cinsi əlaqədə girə bilirdi və nəticədə bir neçə aydan, ildən sonra tam uğursuz alınır. Bu daha çox orqanik fiziolojidir. Testlər var. Testlər hamısı səbəblərdən asılı olaraq verilir. İlk olaraq pasiyenti dəyərləndirmək lazımdır, baxış keçirmək lazımdır. Onun anatomik birbaşa quruluşuna, ona görə ki, bəzi vəziyyətlər Peyronie xəstəliyi kimi penisin ölçüləri, anadan gəlmə, anatomik qüsurlar gözünə görünür. Ondan sonra anamnezi tam toplanmalı. Bu insanın həm həyat tərzi, həm digər xroniki xəstəliklər, ən vacib olan şəkərli diabet, ürək-damar patologiyalar, xolesterin səviyyəsi, bunları zaten biz pasiyentdən sorğu-sual zamanı təxminən bilə bilərik. Ondan sonra əlbəttə ki, testlərlə təsdiqləyirik. Ondan sonra həyat tərzi, həm aktiv olmayan kişilər, həm artıq şəxsi olan kişilər, həm də mütləq hormonal balans dəyərləndirməlidir. Ona görə ki, yenə də qayıdırıq hipogonadizm, bu testosteron azlığı zamanı erektil funksiya, həm libido bir müddətdən sonra aşağı düşə bilir. Bu testlər bunlara əsaslanır. Bu mövzuda digər bir sualım olacaq ki, bəzi gənclər ümumiyyətlə porno asılılığına düşər olurlar müəyyən bir yaşda, müəyyən bir dövrdə və bundan dolayı aşırı ardıcıl olaraq masturbasiya, yəni çox masturbasiya etmək davranışı ortaya çıxır. Bəs bu kimi hallar, yəni çox masturbasiya, çox porno izləmək erektil disfunksiyaya səbəb ola bilərmi? Yəqin ki, bu psixoloji tərəfi olaraq olacaq. Həmçinin çox masturbasiya etmək penis damarlarına hansısa bir zədələnməsinə gətirib çıxara bilərmi ki, bu da nəticə etibarilə sonuç olaraq sərtləşmə probleminə gətirib çıxartsın? Son zamanlar çox müzakirə səbəb olan sualdır, vəziyyətdir. Bəli, belə bir söz də var. İndiki gənc 100 il bundan qabaq, 100 bəlkə də 200 il bundan yaşayan kraldan ömür boyu çox nüt qadın görür. Ona görə ki, son zamanlar həm elektron vasitələr, həm sosial şəbəkələr, həm də saytlar çox əl çatandır və təəssüf ki, gənclər bunu çox izləyirlər. Belə böyük araşdırmalar olmuşdu bir neçə ölkələrdə. Porno asılılıqdan və masturbasiyadan ereksiyaya nə qədər təsiri var. Birbaşa hansısa təsdiq olunmuş anatomik təsir olmayıb. Bu nəticələr bunu göstərir ki, heç bir damar zədələnməsi, heç bir hormonlar pozulmur. Hətta reseptorləri də çox dəyişmək o halda mümkün deyil. Sadəcə həmən bu gənclərin, həmən bu insanların, kişilərin zövqləri biraz dəyişir. Həmən bu proses zamanı özünü daha çox tanıyır və qadınla tez-tez təmasda olmayanda bilmir onunla nə tər rəftar eləyəcək. Əlbəttə ki, özünü idarə etmək daha rahatdır, ancaq qadının öz tələbləri var, qadının öz anatomik xüsusiyyətləri var. Kişi əgər eyni təzyiqlə masturbasiyanı aparıbsa, əlbəttə ki, qadına öyrəşmək, həmən o cinsi həyata girmək bir vaxt, bir əziyyət tələb olunur. Porno özü də yanlış bir fikirləri formalaşır. Ona görə ki, porno industriyada burada təbii bir şey yoxdur. Bunlar hamısı sünni yaradılmış bir vəziyyətlərdir və cavan psixologiyasını hələ tam formalaşmayan gənclər bunu real, normal hal kimi qəbul edirlər və ona getmək istəyirlər. Birinci cinsi əlaqə təcrübə olmayan insanda qarşı tərəfinin də biz bilmirik nə təcrübəsi, nə məqsədi var. Həmən o pornoda gördüyü vəziyyət almadan artıq psixoloji özündə qapanır və ondan sonra get-gedə bu psixoloji qapalı dövrəyə pisləşir. Bir də bu mövzuda gənclərin ən çox atdığı yanlış addımlar əlbəttə ki, sərtləşmə müddətini uzatmaq, həmçinin boşalma müddətini uzatmaq üçün sildenafil tərkibli, hansı ki, apteklərdə, əczaxanalarda Viagra, Kamagra, Cialis kimi, Cialis adlarıyla mövcud olan dərmanları gedirlər. Normal olaraq reseptsiz onsuz satılır. O da ayrı bir mövzudur əlbəttə ki. Reseptsiz bu dərmanları əldə eləyirlər və istifadə eləyirlər və sərtləşmə problemi
müvəqqəti də olsa da aradan qalxır. Çünki androloji müayinədən çəkinərək bu kimi üsullara əl atırlar. Bu kimi dərmanlar hansı hallarda ümumiyyətlə pasientlərə təyin olunur və bu kimi dərmanların yan təsirləri və fəsadları haqqında danışmaq istəyərdim sizdən. Əslində, erektil disfunksiyanın müalicəsi yeganə təsdiq olunmuş, sübut olunmuş ilk olaraq vasitələr həmən bu sildenafil və bu qrup digər tadalafil, udenafil, vardenafil dərmanlardır. Bütün dünyada onlara yanaşma düzgün aparılır, kriteriyalar seçilir, pasientlər yoxlanılır. Ondan sonra lazım olsa uzun müddətli bunların istifadəsi tövsiyə olunur. Sadəcə bizdə paradoksdur. Siz düz deyirsiniz, gənclər özünü performansı daha çox göstərmək üçün uğursuzluq sindromundan, qorxu həyəcanından bu vasitələrə ilk olaraq tez əl atırlar. Ondan sonra hardasa vərdiş halına salırlar. Burada tam asılılıq verməsə də vərdiş, qorxu, həyəcan yaradır və onsuz tam normal cinsi əlaqəyə gedə bilmir. Digər tərəfdən isə konkret bu vasitələr, bu müalicələr lazım olan pasientlər onlardan biraz qaçmağa çalışırlar. Müraciət zamanı ilk olaraq problemi söylənindən sonra hardasa müalicənin taktikasını da idarə eləmək istəyirlər. Söyləyirlər ki, falan dərmanlardan mən içməyəcəm, mən belə eşitmişəm, onların fəsadları çoxdur, onlarla müalicə tam ola bilməz. Onlarla işləmək lazımdır bu pasientlərlə. Başa salmaq lazımdır ki, biz sizə həmən səbəbləri araşdırmalıyıq. Əgər səbəbləri tam bəllidir və onları siz tam qarşısına ala bilirsinizsə, yüngül kurslardan sonra siz tam normal həyat tərzinə qayıda bilərsiniz. Onların əlbəttə ki, təsirləri, yan təsirləri də var. Təzyiq qalxa bilər, ürək döyüntüsü ola bilər, üzündə biraz qızartı kimi hallar ola bilər. Ona görə də mütləq bunları təyin edəndə yanaşı gedən xəstəlikləri, əsas ürək damar problemləri araşdırmaq lazımdır. Dozanı korreksiya eləmək lazımdır, böyük dozadan başlamaq olmaz. Dərmanların bir-birinə oxşarlıq olsa da bir insana bir növ dərman təsir eləməyə bilər, digər dərman isə yaxşı təsir eləyə bilər. Onu individual seçmək məsləhətdir. Bir də sərtləşmə probleminin, yəni erektil disfunksiyanın müalicə metodları kimi tibbdə həmçinin plazma terapiyası, kök hüceyrə terapiyası və yaxud da bəzi vakuum cihazlar və digər protezlər istifadə olunur. Bəli, bunların effekti nə dərəcədə olur və bunlar hansı təqdirdə, yəni artıq xəstəliyin hansı mərhələsində vacib görülür? Dünya protokollara əsasən hazır alqoritm mövcuddur. İlk olaraq müalicə başlayanda həyat tərzini dəyişib risk faktorlardan uzaq olmaq məsləhət görünür. Əlbəttə ki, bu gənc insanlara daha öz təsirini çox göstərə bilər. Yaş olan insanlara, yanaşı xəstəliklər olan insanlara müəyyən bir terapiya da seçməliyik. Bu terapiya bir neçə pillədən ibarətdir. İlk olaraq tablet formasında həmən Viagra tipli preparatlardan cürbəcür dozalarda, adlarda istifadə oluna bilər. Ondan sonra vakuum cihazları, penil inyeksiyalar, tək monoterapiya ya da kombinə oluna bilər. Ən axırıncı kimi müalicədə heç bir digər müalicədən təsir olmayanda penil protezə aratmalıyıq. Penisin daxilinə yeridilir həmin protez. Penil protezlərin bir neçə növləri var, ancaq onlar bəli hamısı penisin içində kavernöz cismin içinə yerləşdirilir. Regit olan var, bir komponentli və bir neçə komponentli olan var. Onlar biraz ayrı mövzudur. Onlardan istəsəz biz ayrı həm vizualizasiya sonra eləyə bilərik. Ancaq siz söylədiyiniz həm dalğa zərbəli terapiya, PRP, kök hüceyrələr, vakuum protokollarda var, ona toxunmuram. Müəyyən hallarda əgər pasiyent dərmanlardan, tabletkalardan o qədər nəticə görmür, ancaq ona bu dozaların çox verməsi məsləhət deyil, özünə kömək yardım vakuum preparatlardan, aparatlardan da istifadə edə bilər. Bu artıq çox individualdır, onlara yavaş-yavaş sınamaq, öyrəşdirmək və uzun müddətli hansını istifadə eləmək istəyir, uyğundur, saxlamaq lazımdır. Ancaq bu təzə metodlar hələ ki protokollarda tam öz yerini tapmayıblar. Son məqalələr, son araşdırmalar dalğa zərbə terapiyadan artıq
müəyyən statistikanı, müəyyən rəqəmləri çıxardıb, bu möcüzəvi bir metod deyil. Son zamanlar bizdə belə tendensiya baş verir. Hər yerdə demək olar ki, dalğa zərbi terapiyasını reklam edirlər. Elə bil ki, erektil disfunksiyanın tam qarantiyalı müalicəsi artıq tapıldı. Pasientlər biraz aldanırlar buna. Elə bilirlər ki, onun hansısa bir səbəbindən asılı olmayaraq gələcək, həmən bu prosedurlardan bir neçə seanslardan keçəcək və artıq ömür boyu bu proseslər tam normal işləyəcək. Damar patologiyalarda, müəyyən xroniki damar patologiyasında, şəkərli diabetin fəsadlarında kompleks, mütləq onlarla yanaşı həm əsas xəstəlik müalicə olmalıdır, həm ereksiya təsir edən digər vasitələrlə bir yerdə dalğa terapiyası bir neçə seans effekt verə bilir. Sadəcə bu effekt həm ömürlükdə deyil, həm də pasientin həyat tərzindən, pasientin öz əsas xəstəliyə yanaşmasından çox asılıdır. Digər həm kök hüceyrələr, həm plazma terapiya, PRP deyilən terapiyası regenerasiya üçün yaradılıb. Əgər kavinoz cisimlərində ciddi dəyişikliklər var, ciddi fibrozlaşmalar var, onların da bir məntiqli təsiri ola bilər. Sadəcə böyük araşdırmalar hələ ki yoxdur və rutin protokollarda bu cür metodları daimi hamıya istifadəsi məsləhət hələ görülməyibdir. Araşdırmalar gedir, biz özümüz də bunlarda iştirak edirik. Həmən bu böyük məqalələrdə öz təcrübəsini də bölüşdürürük. İnşallah ondan sonra, bütün bu proseslər qutarandan sonra bunların da dəqiq rəqəmləri, təhsilləri çap olunacaq. Ola bilər müəyyən səbəblərdə birbaşa onlardan istifadə edəcək. Ancaq hələ ki bunlar tam rəsmi metod kimi sayıla bilməz. Çox sağ olun, dəvətimi qəbul edərək gəldiyiniz üçün. Ümid edirəm ki, həqiqətən də hal-hazırda danışdığımız mövzular sırf androloji sayədə ölkənin aktual mövzularıdır. Ümid edirəm ki, insanlar da bu verilişə baxaraq öz ölçülərini götürərlər. Çox sağ olun, dəvət eləmişsiniz məni. Mən özüm həmişə tərəfdarı olmuşam ki, tibbi sahəsində təbliğat aparsın. Hər il bizim gənc pokoleniyamız çoxalır. İstər-istəməz müasir zamanda imkanlar çoxdur. Bilgi olmayan insanlar pis bir vəziyyətə düşə bilirlər. Həm digər həkimlər, həm digər mediadan təbliğat aparmaq lazımdır. Doğru məlumat vermək lazımdır. Əslində son zamanlar insanları, hətta yaşlı olan insanları çaşdıran informasiyalar çoxdur. Bunların mütləq yoxlanmış informasiyanı vermək lazımdır. Tibb elə sahədir ki, burada yalan məlumatlar, səhvlər olmamalıdır. Ona görə ki, hər səhvin dalınca insanın bir həyati problemlər durur. Çox sağ olun dəvətinizə görə. İnşallah davamlı uğurlu olsun sizin proyektiniz. Təşəkkür edirəm, çox sağ olun. Sağlıq Saatın bugünkü qonağı uroloq-androloq Cavid Aşurov oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.